Sabahınız xeyir. Səhər-səhər belə bir sual vermək istəyirəm sizə. Həyatda neçə illik yaşayırsınız? 30, 20, 40 fərqi yoxdur. Yəni bu videonu açmısınızsa, bu videoya baxırsınızsa, həyatda artıq LinkedIn-ə girib qeydiyyat keçmək və oradakı kontenti izləmək qədər yaşınız var. Fərqi yoxdur. Ola bilsin 5 yaşınız var, kimsə sizə LinkedIn-ə hazır əlinizə verib və indi baxırsınız. Ancaq belə bir sual verirəm. Bu həyatda nə qədərsə il artıq həyat sürürsünüz. Yəni internet dövründə, məlumat bolluğu dövründə. Sual belədir. Siz özünüz idarə edə bilmirsiniz. Həqiqətən sərt sualdır. Siz özünüz idarə edə bilmirsiniz. Baxın, siz bilmirsiniz necə arıqlamaq lazımdır. Ya bilmirsiniz səhər tezdən necə durmaq lazımdır. Bilmirsiniz dili necə öyrənmək lazımdır. Bilmirsiniz layihələri necə bitirmək lazımdır. Məsələn, əgər öz işinizə aiddirsə. Ya bilmirsiniz düzgün necə qidalanmaq lazımdır. Çox gözəl də bilirsiniz. Artıq həyatda yaşadığınız və bu müddətdə bugünkü günə gəlib çatdığınız sizi maraqlandıran məsələlərlə azdan çoxdan maraqlanmısınız. Və artıq bunun üzərində hansısa bir tədqiqat aparıb bir məlumat bazasına sahibsiniz. Hamı bu dəqiqə deyir, bizə lider lazımdır, bizə menecer lazım deyil. Və sən özünü idarə edə bilmirsənsə, sənin üstəki səni necə idarə eləsin? Bax, məsələn, sifarişçi yaxınlaşır, fəhliyə tapşırıq verir ki, mətbəxinə kafel vursun. Kafeli deyir ki, vuracam bir həftəyə. Üstündən bir həftə keçir, sifarişçi gəlir, yəni ev yiyəsi. Görür ki, kafellər hamısı kəsik-kəsik, ortalığa yarısı vurulub, yarısından çoxsu məsəl üçün vurulmur. Deyir ki, o qədər, sən neynəmsən? Deyir, yox, sən menecersən, sən məni mikromanagement edirsən, mənə lider lazımdır, məni başa düşən adam lazımdır. Amma sən hardan başa düşün? Sən bu kafellərimi kəsib doğramısan, yarısını vurmuşsan, yarısını vurmamısan, qalanı yerdədir. Demirsən, bir həftəyə görəcəksən işimi, pulumu alacaqsan. Düzdür, sabahsı gün məsəl üçün korporativdə, ya məsəl üçün şirkətin tapşırıqları verilir. Deadline qoyulur, nəsə bir icraata iş verilir sizə. Başlayıb eləyirsən, baxırsan ki, tutalım, bir həftə var hələ. Deyirsən, nəşi, vaxta var hələ, biraz getim, biraz uzanım. Biraz başqa işlərlə məşğul olum, biraz öz şəxsi işlərimlə məşğul olum. Ay, mən inkişafdayım, kitab oxuyum, nə bilim, kursa qatılım. Bir də baxırsan ki, deadline-ın sonuncu günüdür. Gecə oturursan, gözündən yaş gələ-gələ. İşi görürsən, səhərsi gün təhvil verən yerdə rəhbər soruşur ki, bu nədir belə? Nəyə görə iş hazır deyil? Gedirsən LinkedIn-də post yazırsan ki, yox, bizi başa düşən lider lazımdır, bizə menecer lazım deyil, bizi idarə etməyə, məcbur idarə etməyə çalışan insan lazım deyil. Bəs səndən necə yanaşsınlar? Hansı günə qədər uzadıb, işi təhvil verməyib, özü həyatını düzənə salmayıb, zəhərlər durmayıb, idman eləməyib, dil öyrənməyib, bu hara kimi yaşayacaqsın? Və qayıdıram bu sualın başına, sən özünü idarə edə bilmirsən. Və sən özünü deyirsən, məni satdılar, mənə xəyanət elədilər, bu dünyanın ən pis şeyidir. Bəs ruhun, cismin, düşüncən, sənin şuurun, xarakterin, bədənivin bu cismin içində yaşaya-yaşaya öz cismivi, öz bədənivi, şuuru və xarakteri necə sata bilərsən, necə xəyanət edə bilərsən ona?